Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda çox dadlı kurabiyələrin hazırlanmasını sizinlə paylaşıram. 10-15 dəqiqəyə hazırlayıb sobada pişirəcəyiniz asan bir kurabiyə reseptidir. Çox dadlı alınır. Ertəsi günü də yumuşaqlığını itirmir, daha da dadlı olur. İndi keçək kurabiyələrin hazırlanma qaydasına. Bunun üçün qaba 2 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Üzərinə 1 çimdik duz, 7 xörək qaşığı da şəkər tozu əlavə edəndən sonra bu ərzaqları yaxşı qarışdırıram. Yumurta ilə şəkər tozu qarışandan sonra üzərinə 200 ml stəkanın başından bir barmaq aşağı qatıq əlavə edirəm. 100 qram da yumşalmış kərə yağını əlavə edirəm. İstəyə görə kərə yağını margarinlə ya da bitki yağı ilə əvəz eləmək olar. Bir paket 5 qram da şəkərli vanil. Yarım çay qaşığı da rəndələnmiş limon qabığı əlavə edirəm. Limon qabığı istəyə görədir, istəməyən əlavə eləməsin. Bu ərzaqları da yaxşı qarışdırandan sonra un töküb xəmir yoğururam. Unun hamısını birdən əlavə eləmirəm. Ələ az yapışan yumşaq xəmir olmalıdır. Ona görə əvvəlcə unun bir hissəsini əlavə eləyirəm. Bir paket 10 qram da qabartma tozu əlavə eləyib əvvəlcə biraz spatula ilə qarışdırıram. Artıq qarışdırmaq çətin olanda qalan unu da əlavə eləyib xəmir yoğururam. Xəmir yumşaq xəmir olmalıdır. Əgər bərk olarsa, onda kurabiyələr də bərk alınır. Ona görə unu az tökmək lazımdır. Xəmir üçün 4 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Belə gördüyünüz kimi yumşaq, az ələ yapışan bir xəmir alındı. Xəmiri gözlətmirəm, kurabiyələri hazırlayıram. Pişirəcəyim formanın içinə yağlı kağız sərmişəm. Əgər yağlı kağız yoxdursa, elə formanın içərisini yağlayıb da kurabiyələri düzmək olar. Xəmirdən xırda parçalar kəsirəm, əlimlə yuvarlayıb yumru şəkil verirəm. Kurabiyələri istənilən şəkildə hazırlamaq olar. Uzunsov şəkildə, yumru şəkildə mən elə əlimlə yuvarlayıb yumru şəkil verirəm. Hamısını eyni qaydada hazırlayıram, formaya düzürəm. Hazırladığım xəmirdən tam 20 ədəd kurabiyə alındı. Kurabiyələri formaya düzəndən sonra istəyə görə tək şəkər tozu səpmək olar. Mən bir xörək qaşığı şəkər tozuna yarım desert qaşığı darçın əlavə edib qarışdırıram. Şəkərli darçınlı qarışımdan kurabiyələrin üstünə əlavə edirəm. Kurabiyəni hazırlayandan sonra öz zövqünüzə görə üzərinə əlavələr edə bilərsiniz. İstəyə görə kakos, əzilmiş qoz ləpəsi, fındıq, badam da əlavə eləmək olar. Kurabiyələri belə hazırlayandan sonra 180 dərəcəlik sobada 20-25 dəqiqə pişirirəm. Çox gözəl kurabiyələr alınıb. Üstü biraz qızarıb, çox yaxşı qabarıb. 10-15 dəqiqəyə hazırlayıb sobada pişirə biləcəyiniz çox asan bir kurabiyə reseptidir. Tam soyumayıb, amma necə olduğunu sizə göstərmək istəyirəm. Yumşaq, dadlı bir kurabiyə alınıb. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, İzlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.